Azərbaycan İdman Akademiyası publik hüquqi şəxsi güllərin satın alınması ilə bağlı tender elan edib. 32 gün azın məlumatına görə tenderin qalibi fiziki şəxs Firuzə Əskərzadə olub və tərəflər arasında 3700 manat dəyərində müqavilə bağlanıb. Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıoğlu Hacıyevdir. Rektor Fuad Hacıyev kimdir? Ali təhsilini başa vurduqdan sonra istehsalatda mühəndis texnoloq kimi fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində, müstəqillik dövründə isə Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətində məsul vəzifədə çalışıb. 1990-cı illərdə kommersiya və sahibkarlıq sahəsinə keçərək Qazax rayonunda qum-çınqıl karxanası və üzümçülük təsərrüfatı biznesi ilə məşğul olub. 2006-cı ildə Qazax rayonu üzrə deputatlığa namizəd olsa da, daha sonra namizədliyini geri götürüb. Ardınca 2006-15-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb. Sayta verilən məlumatda iddia edilir ki, Fuad Hacıyevin Qazax rayonunun Çaylı kəndi yolunda yerləşən üzümçülük təsərrüfatı hazırda da fəaliyyət göstərir. Xatırladaq ki, 2021-ci ildə mediada Fuad Hacıyevin milyonluq villası və bahalı avtomobili ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, rektorun Xətai rayonunda yaşadığı mənzilinin yaxınlığında əlavə olaraq dəyəri təxminən 1 milyon manat olan daha bir villası mövcuddur. Bundan başqa onun 440 min manat dəyərində olan son model Range Rover markalı avtomobil aldığı da qeyd olunurdu. 10CN 394 dövlət nömrə nişanlı avtomobil həyat yoldaşı Cəmil İbrahimovanın adına rəsmiləşdirilib. Fuad Hacıyev isə avtomobili etibarnamə ilə idarə edir deyə məlumatda qeyd olunur.